Salam. Bugün demək istədiklərim var. Heç vaxtı belə mövzulardan danışmamışam, deməmişəm. Deməyim odur ki, Azərbaycan milləti yetərincə məni illərdir tanıyır və az da olsa xasiyyətimə də bələddir. Bəli, mən emosiyalarım və bu emosiyalarımda heç vaxt haqsız yerə olmayıb. Nəyisə müdafiə etmək üçün həmişə emosiyalarım üzə çıxıb və bu emosiyalarımdan da heç vaxt sui-istifadə etməmişəm. Və bugün də çıxışımın səbəbi odur. Bütün günü gileylənən, efirlərdən gileylənən, musiqi mədəniyyətinin pozulmasından gileylənən musiqiçilərədir. Niyə ağzınızı sualıb oturmuşsunuz? Niyə susmusunuz? Sizə elə xalq artistləri, niyə elə adınızı yalandan alıb, ad olaraq bu xalqdan yeyirsiniz də, dolanırsınız da, ad olaraq istifadə edirsiniz də. Amma əmələ çatanda xalqın yanında durur. Bu xalqdan yeyirsiniz də, içirsiniz də, geyinirsiniz də, şan şöhrətlə fırlanırsınız da. Amma əmələ çatanda, lazım olanda xalqın yanında niyə stoykanızı ala bilmirsiniz? Mən şəxsən Səidə olaraq, mənə bundan sonra ad da versilər, mənə həyatı boyu adı istəmirəm. Mən əməlimlə xalqın yanında stoykamı almaq istəyirəm. Başa düşdünüz? Kasıbı ilə də, düzü ilə də, əyrisi ilə də. Niyə bugün səsinizi çıxartmırsınız? Niyə bugün dillənmirsiniz ki, bugün bizim Azərbaycan mədəniyyətimiz günü-gündən pis günlərə düşür? Niyə bugün Azərbaycan televiziyası corabdan danışmalıdır? Niyə bugün Azərbaycan televiziyası bic doğan, itmilçəyi qızlardan danışmalıdır? Və onu şan şöhrət kimi göstərib, bu yaxşı bir əməldir, ay gələcək nəsil, gedin bicləri doğun və sizi almışlayaq və o aparıcılar onlara pul verib, onları təriflətdirən, tüpürmüşsün şərəfinizə. Niyə çıxıb danışmırsınız? Niyə müdafiə eləmişsiniz Azərbaycan musiqisini? Mən demirəm bugün mənə çıxın tərifləyin. Bugün bizə fürsət verilib, o fürsətdən istifadə edin. Öz sözünüzü deməyə bacarın. Yalaqlıq eləməyin, yalaq yaşamayın. Acı yaşayın, mərd olun, mərd yaşayın, kişi kimi yaşayın. Bir toyun badına bu boyda insanları bada verməyin. Mən sizə söz deyirəm. Çıxın, sözünüzü deyin. Tələb edin ki, ay televiziya məkanları. Sonra da deyəndə deyirlər ki, televiziyanın prezidenti dedi ki, çıx atel söhbəti elə. O televiziyanın prezidenti var ha, sənə deyirəm. Atel söhbəti eşitmək istəyirsənsə, get mamovu götür, evdəki qızlarımızı götürün, gedin evdə o söhbətləri eləyin, bir-birinizə reyting verin. Eşitdiniz mən, ey televiziya məkanları. Siz niyə işləmirsiniz? Ancaq divan müğənni. İllərdir çevir tatı, vur tatı, zayıf bol, başqa mövzumuz yoxdur. Niyə proyektlər fikirləşmirsiniz? Niyə başqa şeylər fikirləşmirsiniz? Burada da o belə barmaq sirkələyənlər var ha, sizin o barmağınız var ha, hamılıqla deyirəm sizə. Sizə o ixtiyar verilməyib ki, kimisə nəslinə, əcabətinə, ey belə eləyərəm, ey elə eləyərəm. Sizlərə olan olub, anladınız onu? Mən beynimin başını, tasını atdırmayın. Allaha and olsun, birləşərəm Azərbaycan xalqı ilə elə birlikdə sizin üstünüzdən tank kimi keçərəm. Yerimizi bilin. Sizə deyən yoxdur, özünüz bilərsiniz, harobu satmısan, şərəfini satmısan, qeyrətini satmısan, qucaqda oturan, iş verən publiklar. Neyinirsiniz, özünüz bilərsiniz, olsun şəxsi həyatımızdır. Amma sizin heç birimizin ixtiyarı yoxdur. Çıxıb bu xalqa ağıl məsləhət verəsiniz. Başa düşdünüz? Yerimizi bilin, sizə axırıncı dəfə deyirəm. Allaha and olsun, xalqla birlikdə üstümüzdən tank kimi keçərik. Və bu milləti görəndə başınızı aşağı salın, işinizi görün. Bildiniz?